Vergi ödəyiciləri 1 may 2024-cü il tarixindən etibarən şəxsi elektron kabinetlərinə şifra parolla daxil ola bilməyəcək. Bunun üçün gücləndirilmiş elektron imza, yəni asan imza lazım olacaq. Məqsəd məlumatlarınızın daha etibarlı qorunmasıdır. Dövlət Vergi Xidmətinin internet vergi idarəsinə daxil olursunuz. Ekranın sol küncündə giriş düyməsi sıxılır. Sistemə giriş səhifəsinə asan imza və ya SIMA token ilə daxil olmaq mümkündür. Qeyd olunan vasitələrdən birini seçib, müvafiq xanaları doldurub sistemə daxil olursunuz. Bəs asan imza sertifikatını almaq üçün nə etmək lazımdır? Vergi ödəyiciləri istənilən mobil şəbəkə operatorundan aldığı biznes tipli asan imza mobil sim kartı ilə şəxsiyyəti təsdiq edən sənədi də götürüb Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya asan xidmət mərkəzlərinə müraciət edə bilərlər.